Bu bir dənə videonu çəkirəm. Buradan üzümü tuturam. Qənirənin baş oynaşı olan Həcəmətə. Həcəmət. Bu poxları sən qaynatdın. Qənirə ilə kef çəkdin. Poxun düşdü bərdağa. Qənirə səni allatdı ki, səndən hamiliyəm. Sən də bilmədin neyniyəsən. Tökdün o pulları onun yolunda. Axırda Qənirə sənin başına 100 oyun gətirdi. Sən də apardın məni Qənirə ilə tanış elədin. Qənirə də apardı məni oynaşı. Hacıyev Təbriz Ağabala oğluna Quba rayonunun Uxarı Səbətlər kəndində yaşayan Petuğa yönələdi. Nə olmuşdu sənə? Sənin belə başına qalxırdı şeyun, ay Həcəmət. Ay Həcəmətin girsin götüva. Təpova qara daş düşsün. Nə olmuşdu sənə? Nöşmənə rast gətirirdin o. Qənirəni tanış eləyirdin. Qənirə də gedib yəni qız gəlmişəm Qasıma. Ay cəmaat. Bir dəfə ayıb da olsa deşilir adam. Gündə qan axır. Axırı ayda bir dəfə aybaşı olanda axır. Qənirə aybaşı qanıyla getdi Qasıma. Yalandan Allah'tı ki qız gəlmişəm. Bununla da dincəlmədi. Məni də apardı bədbaxt elədi. Şəhrədə mənim malım da vardı. Yaxşı yaşayışım da vardı. O Qənirə başına daş düşmüş. Özü yıxıldı Təbrizə, şəhbildətdi Təbrizlə şaqqıldatdı. Axırda mənə apardı verdi Təbrizə bədbaxt elə. Qənirə, sən onu bil. Birinci günü gözlə. Səni, Ərun Qasımı, oynaşın Təbrizi, Elburusun arvadın, hələ səbətlərdən deyirəm, Qubadan deyirəm. Bir də sənin baş oynaşın Həcəməti. Həcəməti girsin onun gözünə, başına daş düşsün, sarməşon başına bir qaya uçsun. Verəcəm fələkin ferinə, tap Təbrizi, heç kimə də güvənmə, eləmə ginən, ora bura tullanma ginən. Sən Qənirə deyirdin ki, Elburus gedib Həbibin arvadın qayırıb, Həbib də gedib Elburusun arvadın qayırıb. Bax sən deyirdin. Sonra da deyirdin ki, Təbriz Elburusun arvadı ilə kef çəkəndə sevinclə gəlibdi. Elburus görüb Təbrizi qov evdən çıxartıb. Sən Qənirə utanmırsan, helənçi pozğunları mənim yoluma çıxartırsa, sən onların özün hamı ilə əlaqədeydin, mənə də düzdün qoşdun ki, bilən olmasın. Mən 500 manat pulumu Qasımova Qənirə Hüseyin qızınla, bir də onun əri Qasımova Rəcəb Sərkaroğlu'ndan tələb edirəm. Mən Quba tanımırdım, məni onlar düzdü qoşdu Təbrizə. Qənirə ilə də məni tanış eləyən Həcəmət, səndən də tələb edirəm. Sən də qoy ginən pul. Nə girmişdi sənə, çıxmırdı ki, sən onu Həcəmətin qalxmışdı başına. Qənirə ilə məni tanış edirdin. Allah sənin də layığı versin. Erməni sifət.